Bugün sizlərlə təhsil haqqında danışmaq istəyirəm. Təhsil bizim həyatımızı necə dəyişə bilər və necə dəyişibdir? Bu mövzu haqqında danışmaq istəyirəm. İndi isə mövzumuza keçid edək. Təhsil insanın həyatını dəyişdirən ən güclü vasitələrdən biridir. O yalnız bilik öyrətməklə məhdudlaşmır, həm də fərdlərin şəxsi həyatını formalaşdırır. Cəmiyyətlərin inkişafını və davamlılığını təmin edir. Təhsil bizə yalnız peşə və ya akademik sahədə uğur qazanmaq üçün lazım deyil. O, həyatın mənasını anlamaq, sosial və mədəni dəyərlərimizi qorumaq üçün də əvəzsizdir. Bugün sizə təhsilin iki əsas aspekti insan və mədəni tərəflər haqqında danışacağam. Təhsilin insanın tərəfi bizi həm fərdi, həm də kollektiv olaraq bir-birimizi daha yaxşı anlamağa və cəmiyyət daxilində harmoniya yaratmağı təşviq edir. Təhsilin həyatımızdakı dərin təsirini daha ətraflı öyrənə bilərik. Təhsil insanın aspektlərinin, dəyərlərinin formalaşdırılması, təhsil insanın dəyər sisteminin təməlini təşkil edir. Məsələn, məktəblər yalnız akademik bilik verməklə kifayətlənmir, həm də empatiya, hörmət və ədalət və tolerantlıq kimi dəyərləri aşılayır. Müasir dünyada bu dəyərlər daha da vacibdir. Çünki fərqli düşüncələrə və inanclara hörmət etməklə qlobal cəmiyyətdə harmoniya yaratmaq mümkündür. Təhsil təkcə intellektual bacarıqlar deyil, həm də emosional zəkanın inkişafı üçün zəruridir. Məsələn, konfliktlərin həlli, qrup işi və liderlik bacarıqları təhsilin insanın tərəfini gücləndirir. Bu cür bacarıqlar iş həyatında olduğu qədər şəxsi münasibətlərdə də vacibdir. Təhsil sosial bərabərsizliyi aradan qaldırmaq üçün əsas vasitədir. Təhsil insanların cəmiyyətdəki problemlərini daha yaxşı anlayır və onların həlli üçün təşəbbüskar olur. Gender bərabərliyin təşviqi, sosial haqsızlıqlarla mübarizə və humanitar yardımlara dəstək bu sahədə təhsilin gücünü göstərir. Təhsil psixoloji sağlamlığımızın da qoruyucusudur. Stres, depressiya və digər problemlərlə mübarizədə müsbət düşüncə, stres idarəsi və emosional dəstək kimi bilikləri təhsil sistemində yer almalıdır. Bu xüsusən də gənclər üçün çox vacibdir. Təhsil müxtəlif mədəniyyətləri anlamaq və onlara harmonik münasibət qurmaq üçün körpü rolunu oynayır. Bugünkü dünyada mədəniyyətlər arası dialoq, sülhün və əməkdaşlığın açarıdır. Məsələn, beynəlxalq mübadilə proqramının mədəni layihələr və dil tədris vasitəsilə təhsil fərqli xalqların bir-birini daha yaxşı anlamasına şərait yaradır. Milli irsin qorunması və yenidən şərhi təhsil vasitəsilə milli irsimizi yalnız qorumaqla kifayətlənmirik. Onu müasir dövrə uyğunlaşdırırıq. Qədim musiqi alətlərimizi, rəqslərimizi və sənət əsərlərimizi rəqəmsal mühitdə yaşatmaq mümkündür. Bu mədəni irsi gənc nəsillər üçün daha cəlbedici edir. Texnologiya təhsilin mədəni aspektlərinə yeni bir perspektiv qazandırıb. Virtual reallıq vasitəsilə qədim şəhərləri gəzmək, onlayn kurslar, müxtəlif mədəniyyətləri öyrənmək mümkün olur. Məsələn, Google Art platforması və digər platformalar dünya mədəniyyətini evimizə gətirir. Kənd yerlərində təhsil yalnız bilik öyrətmir, həm də yerli mədəniyyəti qoruyur. Bu yerlərdə uşaqlar qədim adət-ənənələri, musiqi və sənətkarlıq bacarıqlarını öyrənərək həm regional, həm də milli mədəniyyətə töhfə verirlər. Bu prosesdə mədəniyyətin unudulmamasının qarşısını alır. Mədəniyyətlər arası əməkdaşlıq beynəlxalq proqramlar vasitəsilə fərqli ölkələrdə olan tələbələr bir araya gəlir və mədəniyyətlər arası əməkdaşlıq yaradırlar. Məsələn, Erasmus proqramı və digər proqramlar təkcə təhsil üçün deyil, həm də mədəniyyətlərin mübadiləsini şərait yaradır. Bu, qlobal problemlərin həllində birlikdə işləmək üçün vacibdir.